Hər baxdığımızda hər anını göz yaşları ilə izlədiyimiz Ögey Ana filmi 1958-ci ildə Bakı kinostudiyasında lentə alınıb. Səfalı, mənzərəli kadrların əks olunduğu həmin film İsmayılıda çəkilib. Ögey Ana obrazını olduqca təbii və məharətlə yaradan aktrisa Nəcibə Məlikovanın yaradıcılığında önəmli rol oynayan Ögey Ana filmi sən demə məhz aktrisanın öz ailəsinin hekayəsi olub. Filmdə Dilarə rolunu səsləndirən isə Hökümə Qurbanovadır. Filmdə İsmayıl və Cəmilənin suya yıxılması səhnəsi 5 dəfə oktyabr ayında çəkilib və nəticədə aktyorlar xəstələniblər. Hər kəsin sevə-sevə izlədiyi Ögey Ana filmində İsmayıl rolunu canlandıran Ceyhun Mirzəyev təhlükəli epizodlarda yer almayıb. Onun əvəzinə dublyor çəkilib. Kinoda həyəcanın kulminasiya nöqtəsi hesab olunan dağdan çiçəyin qopardılması və partlayış səhnəsində İsmayıllı rayonunun Qalacıq kəndində yaşayan Vaqif Babayev oynayıb. Film 42 yaşlı aktrisa Nəsibə Zeynalovanın isə kinoda ilk böyük işi idi. Rejissor Həbib İsmayılov filmin çəkilişləri zamanı kiçik epizodlarda iştirak etmək üçün kənd uşaqlarına da rol vermişdi. Film 1959-cu ildə Kiyevdə baş tutan Ümidvaq kinofestivalında 3-cü mükafata layiq görülüb. Ögey Ana filminin 60 illiyi ilə əlaqədar olaraq filmin çəkildiyi İsmayıllı rayonunun Qalacıq İstisu kənd ərazisində Ögey Ana filmi ilə bağlı abidə qoyulub.